və qürur verici nəslin davamçısının cinsi, genderi olmur yəni. Bəli. Sənin qızın da sənin fəxri mənbəyin olar, bilər sənin oğlun da, amma səni maraqlandıran ən böyük faktor olmalıdır ki, sənin övladların sağlam və xoşbəxt olsun. Və tərbiyəni ona necə verəcəksən ki, sənin fəxrin olsun. Necə cəmiyyətdə bir insan olacaq, insan yetişdirəcəksən. Salam, hər vaxtınız xeyir olsun əziz Planet FM dinləyiciləri. Siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Zaman maşınında səyahətimiz başlayır. Sizinlə mənəm Nigar. Bugün də cəmiyyət üçün vacib olan mövzuda söhbət edəcəyik sizinlə. Təbii ki, bu mövzunun mütəxəssisi ilə bərabər gender eksperti Məryəm Məcidova bugün mənimlə həmsöhbət olacaq və biz başa düşdüyünüz kimi gender bərabərliyinə mövzu olan problemlər barədə danışacağıq. Məryəm xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Xoş gördük. Təşəkkür edirəm. Belə həssas mövzunu işıqlandırdığınız üçün əslində sizə media olaraq da böyük təşəkkürümüzü bildiririk. Minnətdarıq və Məryəm xanım, birbaşa başlamaq istəyirəm sualla ki, gender bərabərliyi niyə yalnız qadın məsələsi kimi qəbul edilməməlidir? Çox mühüm sualdır. Düşünürəm ki, çox vaxt gender bərabərliyi deyəndə hər kəs daha çox kişilərə yönümlü şərhlər atır ki, sən iştirak elə, sən qadınsan, bu yəni kişilərə aid deyil və s. Bu əslində səhv təbliğatın nəticəsidir. Çünki gender bərabərsizliyi həm kişilərə, həm də qadınlara təsir edir. Təbii ki, daha çox bu qadınlara təsir edir, amma eyni zamanda da bu gender stereotipləri, gender normaları, cəmiyyətdə kişilərdən olan gözləntilər və qadınlardan olan gözləntilər bəzən insan məsələsini undur, yəni insan faktorunu undur. Və mən bir neçə nümunə gətirəcəm. Təbii ki, qadınlara qarşı zorakılıq biz çox eşidirik. İstər fiziki, istər cinsi, istər iqtisadi, istər də psixoloji. Amma eyni zamanda kişilərə qarşı da bu zorakılıq məhz kişi olduqlarına görə də var. Məsələn, burada emosional zorakılıq çox böyük yer alır. Fiziki çox olmasa da psixoloji kişilərə qarşı çox müşahidə olunur. Məsələn, sən kişisən, bu qədər pul qazanmalısan, maşının olmasa, evin olmasa mən səninlə ailə qurmayacağam. Bir çox halda materiallaşdırırlar kişinin imkanlarını və yaxud daha çox iqtisadi yükü onun üzərinə qoyurlar və biz görürük ki, kişilər 50 yaşlarında, 60 yaşlarında ürək çatışmamazlığı, insult və digər stressdən bağlı olan xəstəliklərdən dünyasını dəyişirlər və bu çox vaxt ona görə baş verir ki, onlar heç kimdən bölüşmürlər bu problemləri. Təbii ki, Bakının mərkəzində biz fərqli şəkillə qarşılaşırıq, amma çoxluqda biz görürük ki, kişilər düşünür ki, çünki ona bu cür aşılayıblar uşaqlıqdan, yaxşı kişi həyat yoldaşını işə göndərməz, yaxşı kişi problemlər haqqında danışmaz, hisslərini bölüşməz və hətta uşaqlarda da biz müşahidə edirik ki, oğlan uşaqlarını özünü ifadə etməkdə çətinlik çəkirlər. Yəni qızlarla müqayisədə və gələcəkdə peşə seçimində də elə bu uşaqlara, oğlanlara çox təsir edir. Məsələn, satış olsun və yaxud hər hansı bir özünü təqdim etmək olsun, kommunikasiya, empatiya qurmaqda çətinlik çəkirlər. Çünki həmişə kişilərin hissləri bastırılır. Hətta məktəbdə, bağçada biz görürük ki, oğlan uşağı ağlayır. Hətta valideyn bəzən bunu deyir, kişi ağlamaz, sən kişisən. 3 yaşında uşağa bu sözü aşılayırlar və artıq kişiliyi o bir növ özünü qapanmada və yaxud aqressiya göstərməkdə və yaxud zorakılığı tətbiq etməkdə görür. Məsələn, ailələrdə də eyni həmçinin biz müşahidə edirik ki, hər hansı bir problem olur, kişiyə deyirlər ki, əlini stolun üstünə vur, düzələcək. Qoy son qərar sənin olsun. Yəni, ailənin rifahı və yaxud qarşılıqlı dinləmə və hörmət deyil də, kimin sözü keçəcək sualını biz oturub müzakirə edirik və beləliklə uşaqdırsa, qadındırsa və kişi özüdürsə, onun rifahı prioritet nəzərdə tutulmur. Daha çox kimin sözü, ego gəlir ortalığa. Kimin sözü daha vacibdir, kimin sözü son olmalıdır. Yəni, bunlar hər biri böyük bir əhəmiyyət əks etdirməməlidir. Amma əfsuslar olsun ki, bir çox ailələrimizdə bu hələ də davam edir. Digər peşə seçiminə qayıdıram bir daha. Məsələn, bir çox valideynlər övladlarla diplomat olmağı, bankda işləyib qalstuk taxmağı və yaxud ümumiyyətlə adətən ənənəvi kişi peşələrini çalışırlar, tətbiq etsinlər. Amma ola bilər ki, bu oğlan incəsənətlə məşğul olmaq istəyir, dizaynla məşğul olmaq istəyir, başqa bir sahədə getmək istəyir. Bilirsiniz ki, hər gün peşələr də dəyişir. Amma cəmiyyət, bir də valideynlər onu çərçivəyə salmağa çalışır. Beləliklə, biz görürük ki, psixoloqa 40 yaşından sonra məsələn kişilər müraciət edir ki, mən özümü bədbəxt hiss edirəm. Çünki nə işdə xoşbəxt olur və evə də həmin o bədbəxtliyi gətirir. Məsələn, özü əgər bir işlə məşğul olanda xoşbəxt hiss etmirsə, istər-istəməz bu ailədə də problem yaradır. Çünki sən özünü zorlayıb hər hansı bir işə gedirsən. Və bu da kişilərə qarşı baş verən zorakılıqda biz tez-tez görürük. Və yaxud 8 mart ərəfələrində bu daha çox hüquq bayramıdır və daha çox bayram da deməzdim. Hüququ qeyd etdiyimiz gündür. Hansı ki biz 365 gün bu haqda danışmalıyıq. Məişət zorakılığının qarşısını almalıyıq. Qadınlara daha çox imkanlar
sövq etməliyəm. Əfsuslar olsun ki, məhz 8 mart ərəfələrində bu yada düşür. Və bu yenə də 8 martı çalışırlar, mediada xüsusən çevirirlər Gül bayramına, Hədiyyə bayramına və beləliklə biz 8 martın əsas məğzini qoyuruq qırağa. Və bu da kişilərdə bir pressure, yəni bir növ təzyiq yaradır ki, mən nə hədiyyə alım. Halbuki hədiyyə almağı vacib deyil o bir gündə. 365 gün il ərzində o qadınlara həm hörmət, həm dəstək, həm də istər partnyor olaraq həyat yoldaşıdırsa, istər qardaş olaraq, istər ailə üzvü, ata, dayı və s. onu daha da cəmiyyətdə öz yerinə almağa və bəzən hədiyyənin maddi formada təqdimatına belə ehtiyac yoxdur. Emosional dəstək göstərsə belə kifayətdir. Amma təəssüflər olsun ki, bəli, dediyiniz kimi hər il bax 8 mart ərəfəsində sosial şəbəkələrin xüsusilə sırıdığı o bəzi fikirlər var da. Hətta saxta fake mesajlarla belə yazılır ki, hə yenə kişilərin qara bayram başladı və s. Bax bu fikir sanki bilirsiniz necə reaksiya yaradır. Bəli və birmənalı olaraq bu artıq belə qəbul olunub. Təəssüflər olsun ki, belə qəbul olunub və bəzən də deyirlər ki, 8 mart daha çox qadınların bir-birini təbrik etdiyi bayramdır, amma belə olmalı deyil. Ümumiyyətlə, gender bərabərliyinin və gender bərabərsizliyinin əsas məsələsi də budur. Biz kişi və qadın olaraq insanları fərdi şəkildə cinsinə görə ayırıb, kişi filan işlə məşğul olmalıdır, qadın filan işlə məşğul olmalıdır deyib stereotipləri elə əslində özümüz yaradırıq. Əslində biz insana insan kimi yanaşmalıyıq. Yəni bax, kişi peşələri dediniz, belə bir stereotip də var ki, qadın kişi işi ilə məşğul olmaz. Bu kişilər üçün nəzərdə tutulmuş işdir. Məsələn, qadın balıqçı ola bilməz. Düzdür, indi dəyişib vəziyyət. 2022-ci ildən bu yana ümumiyyətlə Azərbaycanda 600-dən çox qadınlara qadağa olan peşə var idi. Bu da Sovet sisteminin vaxtından qalmış bir miras idi. Heç kim bəlkə də açıb baxmamışdı ki, hansı peşələr bir növ qadağadır. Amma biz də vətəndaş cəmiyyəti olaraq bunun bir advokasiyasını apardıq ki, yəni qadın özü seçməlidir, özü başa düşməlidir, məlumata çıxış olmalıdır. Əgər bu peşə onun üçün zərərlidirsə, o özü üçün bu qərarı verməlidir. Ona görə yox ki, bu qadağandır. Yəni niyə biz yenə də neqativ sözlərdən istifadə edirik? Qadağandır, olmaz, icazə yoxdur. Bunlar hər biri insanın özgüvənini, insanın hər hansı bir həyatda addımlarını biraz da geri çəkir. Ona görə də düzdür, indi qadağa olmuş peşələr, həmin o balıqçı da onun peşələrindən biri idi. Avtobus sürücüsü peşəsi də qadağandır. Amma indi görürük ki, artıq avtobus sürücüləri də qadınlardır. Həmən bu da son 3 ildə baş verən islahatlarla bağlıdır ki, artıq qadın... Hətta metropolitndə belə qatarları qadınlar idarə edir, qadın maşinistlər. Amma bir neçə ilə qədər bu da qadağan idi. Qadın maşinist demişkən, Məryəm xanım, bu da medianın adını çəkdiniz bayaq. Bu da bir növ stereotipdir. Məsələn, sürücü qəza törədir və yazırlar, qadın sürücü qəza törətdi. Bu daha çox clickbait-də, yəni o xəbərin daha çox oxunmasına, daha çox açılıb baxılmasına görə edilir. Amma kişilər yəni qəza törədəndə yazırlar, maşının markasını qeyd edirlər. Filan markalı avtomobil qəza törətdi. Daha çox diqqət cəlb etmək üçün. Və yaxud da hər hansı bir millət vəkili fikir bildirir. Sadəcə kişidirsə yazılar millət vəkili filan statını çəkirlər. Amma qadın millət vəkili nəsə deyəndə mütləq qadın deputat filan təklifi irəli sürdü deyə mütləq orada genderi qeyd edirlər. Hətta məsələn hər hansı bir icra hakiminin başçısını ifşa edirlər və orada da ifşa prosesində bilirsiniz də bu rüşvətlə mübarizə və şəffaflıqla bağlı bu da islahatlar gedirdi Azərbaycana və ondan biri də Abşeronda qadın idi icra başçısı. Amma onu xəbərlərdə sırf qadın olduğuna görə yaydılar və bu cümlələrdə bəzən istifadə edirdilər ki, qadın icra başçısı rüşvət üstünə tutuldu. Halbuki digərləri də rüşvət üstünə tutulur. Amma heç vaxt onun kişi olduğunu göstərilmir. Yəni biz bir növ gender məsələsində bunu bölməməliyik. Çünki bu bir növ qadınlara qarşı birbaşa diskriminasiya yaradır. Onsuz da bütün icra başçıları bunu edəndə onlar tutulurlar. Yəni niyə məhz qadın olduğuna görə biz aşılayırıq? Çünki biz bunu bu cür bəlkə də marketinq baxımından, yəni şirkət korporativ baxımından pul qazanır, amma digər tərəfdən də nə qədər izləyici, oxuyucunun da beynində bir stereotip yaranır ki, aha, qadındır, deməli rüşvətxordur, qadındır, deməli maşın sürə bilmir və bu stereotiplər Azərbaycanda ümumiyyətlə bir çox halda biz görürük ki, maşın sürə bilməyən sürücülər çoxdur. Amma bu qadın və kişi ilə bölünməməlidir. Çünki biz görürük ki, bacarmayan kişilər də var, qadınlar da var. Və bəzən xarici görünüşlərinə baxırlar, deyirlər, sən bir dənə ona bax, gör o maşın sürə bilər, getsin, məsələn, evində, hətta bunu sözü ilə də deyirlər, bozbaşını pişirsin və yaxud kartoşkasını qızartsın, yəni bunu belə deyirlər. Amma bu oyunla əlaqəli deyil, bu sadəcə insanın məsuliyyətli yanaşması ilə bağlıdır, insan faktoruna bağlıdır, onun o an emosional vəziyyəti ilə bağlıdır və bunu biz heç vaxt
kişi və qadına bölməməliyik. Və məsələ də bundadır ki, Məryəm xanım, bu stereotipləri təkcə bir ölkəyə aid etmək olmur. Məsələn, biz deyə bilərik ki, bu bizim milli mənəvi dəyərlərimiz, mentalitetimizlə bağlı, əsrlərdir formalaşan xüsusiyyətlərimizlə bağlı olaraq belə aşlanıb bizə. Yəni keçmişdən belə tərbiyə görüblər bizim nənələrimiz, babalarımız və daha sonra onu tətbiq ediblər. Amma məsələn Birləşmiş Ştatlarda bilirsiniz, 60-cı illərin siz onların reklam plakatlarına baxsaz, orada görərsiniz qadının rolu ailədə necə göstərilib. Bəli. O sadəcə həyat yoldaşına həddindən artıq itaətkar, evdar qadın obrazında olmalıdır və bütün demək olar ki, reklamlar bu formada çəkilirdi. Yəni reklam biznesinin, marketinqin yeni yarandığı bir dövrdə qadına bu rol aşılanırdısa, deməli bu vəziyyət idi ki, 60-cı illər Birləşmiş Ştatlarından danışıram. Hətta 70-ci illərə qədər orada bank hesabı belə Avropada, elə Amerikada da bank hesabı belə aça bilməzdi qadın. Bax bu stereotiplər nədən yaranır? İndi başa düşürük, Azərbaycan şərq və ənənəvi ölkədir, müsəlman ölkəsi. Bəs bütün dünyada bu stereotiplər nədən? Bütün dünyada bilirsiniz ki, daha çox patriarxat birinci yerdədir və illərlə də bu belə olub. Məsələn, bəzi əsrlərdə yadımıza tarixdən baxırıq ki, matriarxat periodu da olub, amma əsasən patriarxat periodu olub və daha çox güc məsələsi ilə bağlı olub. Hətta 20-ci ilin əvvəllərinə qədər qadınları bəzən heç insan yerinə də qoymurdular. İstər hüquqlar baxımından olsun, istər seçki hüququ olsun, işləmək hüququ olsun və s. Niyə qadınlar işləməyə başladı məsələn keçən əsrin əvvəllərində? Çünki ucuz əmək lazım oldu. Və ucuz əməyə görə həmin bu qadınların əmək bazarına çıxışı baş tutdu və beləliklə də yavaş-yavaş qadın hüquqları müdafiəçiləri ortaya çıxdılar və yavaş-yavaş qadınlar kişilər qədər hüquqlara sahib oldular. Amma biz 100 il əvvəldən danışırıq. Yəni bu çox böyük bir müddət deyil bəşəriyyət üçün. Yəni son 100 ilin inkişafıdır ki, biz görürük ki, qadınlar da kişilər qədər imkanlardan hələ ki cəhd edirlər istifadə eləməyə, amma imkanlar təbii ki, ədalətli deyil. Amma qadınlara da bu imkanların verilməsi kişilərin hüquqlarının pozulması mənasına gəlməməlidir. Bəli. Kişilər də, yenə deyirəm, bərabərlik mütləq qorunmalıdır. Bəli. Və heç bir gender bərabərsizliyindən söhbət gedə bilməz. Stereotiplərlə necəsə mübarizə aparmaq Amma lazımdır. əfsuslar olsun ki, gender bərabərliyin ifadəsini istifadə edərkən elə bir düşüncə yaranır ki, onda kişilərin hüquqlarını pozaq. Xeyr, bu bununla bağlı deyil. Bəzən boşanan ailələr var. Çox vaxt qadının üzərinə atırlar ki, yəni qadın bunu istəyib, onu istəyib və s. Təbii ki, onda gəlin baxaq görək ailə dəyərləri necə qurulur bizdə. Yəni o necə ailə qurub həmin şəxslə. Orada məhəbbət, hörmət, qarşılıqlı dinləmə olubmu? Məişətləri necə bölüşəcəklər, bunu danışıblarmı? Söhbət məişəti bölüşəndə yalnız pul deyil. Burada yəni hər bir şeydir, hər bir məsuliyyətdir. Yoxsa anası, atası gəlib idarə edəcək o məişəti. Həm oğlanın, həm qızın atası, anası. Yəni burada artıq böyük bir problem yaranır, böyük bir müdaxilə yaranır. Boşanma nədən olur ki, yəni bir çox halda tanımırlar, bir-birinə evlənirlər və evlənəndən sonra başa düşürlər ki, sən demək ki, yetişkin insan ailəni idarə etməlidir. Amma bizdə, bizim mədəniyyətdə bir çox ailə modelində müdaxilə mövcuddur və məhz ona görə də bunu gender bərabərliyi kimi, bərabərsizliyi kimi təqdim edirlər. Amma bu əslində ailə dəyərlərinin özüdür və insan faktorudur. Elə analar var ki, doğrudan da məsələn məcbur alimentdən asılıdırlar həyat yoldaşlarından. Eləsi var ki, icazə vermir ki, həyat yoldaşı uşaqlarını görsün. Yəni çox fərqli insan faktorları var. Biz deyə bilmərik ki, qadınlar icazə vermir atalarını görsün. İnsan faktoru çox doğru qeyd etdiniz bu sözü. Yəni ümumiləşdirmək düzgün deyil. Ümumiləşdirmək qadınlar belə, kişilər belə bu ən böyük düşməndir bizim üçün. Ümumiləşdirmədən qaçmalıyıq. Əziz dinləyicilərimiz, gender eksperti Məryəm xanım Məcidova bugün Zaman Maşında mənimlə həmsöhbətdir. Dalğanı dəyişməyin, kiçik bir fasilədən sonra yenə qayıdırıq. Əziz dinləyicilərimiz, söhbətimizi davam etdiririk. Bu gün gender eksperti Məryəm xanım Məcidova ilə danışırıq və mövcud olan stereotiplərə aydınlıq gətirməyə çalışırıq ki, bu gender stereotipləri ümumiyyətlə necə yaranır və necə edək ki, bunların öhdəsindən gələk. Təbii ki, bu stereotipləri tamamilə məhv etmək və onların üstünə xətt çəkmək qeyri-mümkün bir işdir, Məryəm xanım. Mütləq hardasa bir onun işarəsi qalacaq. Amma istənilən halda maarifləndirmə, bu barədə çox danışmaq, həm kişilərin, həm də qadınların eyni hüquqa sahib olduğunu insanlara təbliğ etmək, biraz bəlkə hansısa düşüncələrin dəyişməsinə səbəb ola bilər və xüsusilə də regionlardan söhbət gedir burada. Çünki paytaxta baxmayın da biz daha əlçatanıq informasiya, daha çox yəni
Dünya görüşlü sözünü işlətmək istəməzdim, çünki ola bilər bölgələrdə elə insanlar olsun ki, paytaxtda yaşayan istənilən adamdan daha dünya görüşlü olsunlar. Amma yenə də bizim əlçatanlığımız daha çoxdur. Və gender rollarının formalaşmasını istəyirəm ailənin funksiyalarından danışaq. Çünki əbəs yerə ailə kiçik cəmiyyət ifadəsini işlətmirik. Hər şey ailədən başlayır. Və daha sonraki iş həyatında da, təhsil həyatında da ola bilər hansısa bir psixoloji travmaların yaranmasında da ailənin rolu böyükdür. Ailədə necə bölünməlidir bu funksiya? Atanın, ananın və yaxud da ailədəki böyük bacı qardaşların rolu necə olmalıdır gender funksiyasının müəyyənləşdirilməsində? Ümumiyyətlə bu dünya görüş məsələsinə də bir aydınlıq gətirim. İnanırsınız ki, özlərini dünya görüşü kimi təyin edən bir çox şəxslər var, amma istər xaricdə təhsil olsun, istər burada təhsil olsun, amma yenə də stereotipli danışırlar və hətta zorakılığı da təbliğ edirlər bəzən. Məsələn, bir kişi var, yoldaşı 3 qız uşağı dünyaya gətirib, o belə ömür boyu yoldaşına deyir ki, sən yaxşı qadın deyilsən, yaxşı həyat yoldaşı deyilsən, dünyaya oğlan gətirə bilmədin. Nə olsun ki, dünya görüşdüdür, amma yenə də o xisləti, həmin o gender stereotiplərinə bir növ ora elə bir ki, şamil olunmur da. Yəni, bu çox aktual məsələdir. Hətta Azərbaycanda ailələrə toxunmaq istəyirəm. Ailə planlaması çox vacib faktordur. Əfsuslar olsun ki, bizdə bu yoxdur. Birbaşa kiminsə deyək ki, tövsiyəsi ilə kimsə ailə qurur və yaxud heç tanımadan 8 aya, 9 aya ailə qururlar və sonra başa düşürlər ki, aha, məişətdə bu insanın davranışları fərqliymiş, fərqli yoxdur qadın və yaxud da kişi və bir-birlərinə olan gözləntilər belə müzakirə olunmuş sən demə. Gözlənti odur ki, mən bu cür xoşlayıram, mən yuxudan bu cür dururam, sən yuxudan bu cür durursan, mən evdə məsələn yeməyi pişirməyi xoşlayıram, sən də məsələn bazarlıq eləyərsən və yaxud sən nə bilim paltar yuyana maşın atarsan və yaxud uşağa sən baxarsan. Yəni bundan heç bir müzakirə olunmur və gözləntilər olur ki, aha, hər şey bir şəxs eləyəcəkmiş. Məsələn, qadın və yaxud da kişi fərqi yoxdur burada. Və hətta valideynlərin də burada çox rolu olur. Mən indi ailə planlaması həm də uşaq planlaması deməkdir. Ona sözümü gətirirəm. Selektiv abortlar hələ də çox böyük bir əhali demoqrafik problemdir. Fəlakətdir hətta deyərdik Azərbaycan üçün. Hələ də Azərbaycan selektiv abort üzrə dünyada birinci yer tutur. Və bu statistika dəyişməz olaraq qalır. Əvvəl Çin dünyada birinci yer tuturdu. Çünki onlarda bir uşaq siyasəti var idi. Əhalinin çoxluğu ilə bağlıdır və onlar da patriarxiya cəmiyyəti, patriarxal cəmiyyət olduqlarına görə də oğlan uşaqlarını ancaq saxlayırdılar və qızları abort edirdilər. Sonra Çində müəyyən siyasətlər dəyişdi və bizdə hələ də xüsusi bir dəyişiklik olmadığına görə selektiv abort baş alıb gedir. Xüsusən kəndlərdə, rayonlarda, Bakının digər rayonlarında da baş verir. Ola bilər mərkəzdə gəzəndə görürük ki, nə gözəl qız uşaqlarının ataları necə də gözəl vaxt keçirdirlər. Amma bu bizi aldatmamalıdır. Bu bizim ətrafımızdır. Məsələn, biz 10 ailə tanıyırıqsa, 20 ailə tanıyırıqsa, statistikaya baxanda biz görürük ki, selektiv abort hələ də böyük bir problemdir. Və bu niyə baş verir? Qız və oğlan uşaqlarına qarşı olan stereotiplər. Məsələn, oğlan uşaqlarına necə baxırıq? Ailənin davamçısı, düşmən çəpəri, qoruyucusu, iqtisadi qarantı, o mənə baxacaq və s. Bu da onunla əlaqəlidir ki, bəzi valideynlər düşünür ki, pensiya çox aşağıdır və mənə kim baxacaq, qızım köçəri quşdur, hətta bundan istifadə edirlər bu stereotiplərdən. Amma biz bir çox halda görürük ki, yenə də qız köçəri quş olsa da mötərizədə yenə də gəlir valideynlərinə qulluq edir, baxır. Yəni bu uşağın və yaxud ailənin dəyəri ilə bağlıdır. Bu qadın və yaxud oğlanla, qızla və yaxud oğlanla bölünməməlidir. Yəni elə o uşaq var ki, sən elə bir səmimiyyət yaratmısan ki, ailədə istəyir valideynləri ilə olsun. Ona görə yox ki, o məsuliyyət hiss eləyir ki, mən onlara baxmalıyam. Elə yox. Yəni doğrudan da mən onları sevirəm, onlarla vaxt keçirmək istəyirəm, onlar mənim valideynlərimdir. Bir var ki, toksik mühitdə böyüyən uşaq, istər qız olsun, istər oğlan olsun, o istəmir onsuz da uşaq valideynlərinə baxsın. Din məsələsi və s. artıq ayrı məsələdir. Amma biz gündəlik məişətdən danışırıqsa, yəni o ailə dəyərlərində o səmimiyyət uşaq doğulandan olmalıdır. Və ona görə yox ki, biz ona görə doğmuruq ki, onlar bizə baxsınlar. Amma sosial-iqtisadi vəziyyət, xüsusən regionlarda buna imkan vermir. Bəzən doğrudan da ona görə dünyaya gətirirlər ki, mənə qocananda kim baxacaq? Elə Bakının özündə də bu var. Digər stereotip mülkün ailədə qalması ilə bağlıdır. Mən ancaq oğluma qalmalıdır. Güya ki, bunlar padişahdır, şahdır, bilmirik nədir. Yəni bu yanaşma hələ də mövcuddur ki, mülk mənə qalsın. Bu nə? Torpaq ola bilər, ev ola bilər və s. Niyə biz kiməsə bunu verməliyik? Nəslimin davamçısı olsun. Bəli, yəni nəslin davamçısı olsun, yəni soyad və s.
Yəni yaxşı və qürur verici nəslin davamçısının cinsi, genderi olmur yəni. Bəli. Sənin qızın da sənin fəxri mənbəyin olar, bilər sənin oğlun da, amma səni maraqlandıran ən böyük faktor olmalıdır ki, sənin övladların sağlam və xoşbəxt olsun. Və tərbiyəni ona necə verəcəksən Bəli, ki, və sənin insan- fəxrin olsun. Necə cəmiyyətdə bir insan olacaq, insan yetişdirəcəksən. Ay yoxsa mənə kim baxacaq, mal mülk kimə qalacaq? Yəni bunlar fani söhbətlərdir. Sabah biz dünyamızı dəyişəndən sonra bunların heç biri biz, yəni heç ağlımızda da olmur, çünki artıq biz bu dünyadan köçmüş oluruq. Niyə də daha xoş məramlı, daha necə deyim, ilhamlandırıcı hər hansı bir sözlərdən, ifadələrdən istifadə etməyək. Qıza isə yenə də cəmiyyətdə daha çox cinsi obyekt kimi, məsələn, ana olur, dünyaya uşaq gətirir, uşaqlara baxır və yaxud korporativ sahədə çoxla biz görürük ki, marketinqdə qadınların bədənlərindən istifadə edirlər, onların xarici görünüşündən istifadə edirlər. Bəzən hətta bu zorakılıq hadisələrinə görə bəzi valideynlər düşür ki, mən niyə dünyaya qız gətirim? O daha zəifdir. Yəni bu cür düşüncə ilə hətta abort eləyirlər ki, mən məsələn qadınam özüm, mən dünyaya niyə qadın olub neynəmişəm? Yəni bu cür düşünən qadınlar da var. Çox vaxt təbii ki, təzyiq altında bu olur. Qaynana, həyat yoldaşı ki, sən oğlan uşağı dünyaya gətirməlisən, amma bəzən qadın özü də bu abortu qız olduğuna görə eləyir. Çünki qorxur ki, yəni cəmiyyətdə müəyyən stigmalar var. Yəni oğlan doğulmaq bir addım daha rahat olacaq həmin o uşaq üçün. Ona görə də bu addımları atırlar və bu rolda biz görürük ki, evdə oğlanlarımızı necə böyüdürük, qızlarımızı necə böyüdürük. Hələ də biz nəyi müşahidə edirik? Kafelərdə, ictimai yerlərdə, yaşayış obyektlərində, hər yerdə. Sən qızsan, bərk danışma. Uşaq sadəcə gülür, danışır, necə ki bunu oğlan edir. Amma oğlan bunu edəndə deyirlər, oğlan da ona olar. Və beləliklə ona olar, buna olmaz, bu olar, bu olmaz. Artıq şuuraltı mesajlar ötürür. Və gələcəkdə hər hansı bir söz atanda küçədə kiməsə, toxunanda kiməsə, ictimai nəqliyyatda və yaxud zorakılıq törədəndə o düşünür ki, ona olar. Və biz evdə qızlarımız və oğlanlarımız evdən çıxanda biz oğlanlarımıza xüsusi bir mesaj ötürmürük ki, məsələn, heç kimə söz atma, qadına hörmət elə, ümumiyyətlə hamıya hörmət elə, heç kimə nifrət nitqi yayma, bunu demirik. Sən mənim, hətta bu sözlərdən də istifadə edirik, sən mənim paşamsan, bir dənəmsən, oğlumuza qarşı bunu deyirik. Amma qıza deyirik ki, sus məsələn, başı aşağı sal, gəz. Başı aşağı get, başı aşağı get. Başı aşağı, yəni kim nə desə fikir vermə. Və bir 10 il bundan qabağa qədər hər hansı bir ictimai nəqliyyatda zorakılıq hadisələri baş verəndə danışan qıza deyirdilər ki, sən həyasızsan, yola ver də, o kişi də özünü idarə edə bilmir, nə olsun ki, sənə toxundu. Amma indi biz görürük ki, bu artıq pozitiv bir faktordur. Yəni bizim yaşda bizdən bir nəsil böyük qadınlar da, kişilər də artıq daha diqqətlidirlər ictimai nəqliyyatda. Belə bir hadisə baş verəndə qızın tərəfini tuturlar. Amma bir 10 il bundan qabağa qədər bu da ayıb sayılırdı ki, sən susmalısan, sən niyə nəsə dedin ki? Və yaxud sən niyə oradaydın? Bəs necə olsun, hara getsin? Yəni ya qadın çıxsın hər yerdən, ümumiyyətlə cəmiyyətin bir hissəsi olmasın, evdə daşın altında otursun bütün günü, ya da ki biz risk atıb maarifləndirməliyik hər kəsi və hər iki tərəfi də müəyyən mesajlar ötürməliyik. Və yaxud da kişilərə qarşı bir stereotip var. İctimai nəqliyyatdan söz düşmüşkən Məryəm xanım. Bəli, Kişi bəli. mütləq durub qadına yer verməlidir kimi bir fikir var, stereotip var. Və heç kim fikirləşmir ki, kişi də yorğun ola bilər və Bəli. əksər hallarda kişilər daha Fiziki ağır işlərdə, işlərdə, daha fiziki işlərdə çalışdığı üçün yorğun olurlar və bəzən kişilərin öhdəçiliyi kimi qəbul olunur ki, o mütləq durmalıdır, yaşından asılı olmayaraq özü də yer verməlidir qadına. Bu da düzgün deyil. Mən həmişə məndən soruşanda deyirəm ki, mən üçün yəni bu kişilik faktoru deyil də. Əsas odur ki, mənim hüququma toxunmasınlar, mənə hörmət eləsinlər və bu hörmət kiməsə yer verməklə, qapı açmaqla ölçülmür. Yəni istəyər qapı açar, istəyər açmaz, istəyər yer verər, verməz. Yəni bu artıq onun insanı necə deyim, fizioloji durumundan asılıdır. Yəni hər ikimiz də yorğun ola bilərik, hər ikimiz də əşya daşımış ola bilərik və heç də kiminsə bu məcburiyyət olmamalıdır. Yəni kişilik bu deyil. Kişilərin və qadınların hər birinin ayrı-ayrılıqda istəyirəm ki, gender bərabərliyində məsuliyyəti və funksiyası nədən ibarətdir? Kişilər gender bərabərliyinə hansı töhfələri verməlidirlər? Qadınlar nə etməlidirlər? Deməli, qadınlara gəldikdə kömək istəmək lazım olduğu halda, özünü ifadə etməkdən qorxmamaq, ümumiyyətlə hər hansı bir zorakılıq baş verəndə mütləq məlumat vermək, bunu normallaşdırmamaq və digər qadınlara deməmək ki, biz qadınların məsələn rolu dözməkdir, susmaqdır, qətiyyən yox. Təbii ki, kimlənsə sən münaqişədəsən və bəlkə də müəyyən formada kimsə susmalıdır, bu qadın da ola bilər, kişi də ola bilər. Amma bu artıq sənin öz, necə deyim,
məntiqinə uyğun bir şey olmalıdır ki, hə bu gün məsələn kimsə xəstələnib və yaxud kimsə yorğun gəlib, mən bu gün susum, bunu sabah deyərəm məsələn. Və yaxud hər hansı bir müəllimimizə qarşı və yaxud iş yoldaşımıza qarşı görürük ki, xəstədir və müəyyən bir mübahisəli bir mövzunu açmaq istəyirik. O qadın kişi məsələsi deyil, sadəcə insani faktordur. Bunu saxlayıb sabah aça bilərik bu mübahisəli məsələni. Bu da yenə də demək istəyirəm, artıq hər kəsin öz məntiqinə və emosional zəkasına bağlı bir şeydir. Amma susmamaq vacibdir. Sadəcə vaxtında və yerində onu demək lazımdır. Eyni zamanda qətiyyən, yəni qonşuluqda, ətrafda belə bir hadisə baş verərsə, erkən nikah, selektiv abort, bunu pisləmək lazımdır. Sosial mediada da pisləmək lazımdır, icmanın özündə də, kənddə, şəhərdə. Yəni susmamaq vacib bir faktordur. Çünki biz düşünə bilərik ki, əşim mənə nə var? Bu mənim başıma gələ bilməz. Amma heç vaxt, heç kim garantiya altında deyil ki, sən sabah küçədə gedəndə və yaxud elə öz evində, öz məişətində sənin nə başına gələ bilər. Ümumiyyətlə, gender əsaslı zorakılığın 70%-dən çoxu məişət zorakılığı ilə bağlıdır və məişət zorakılığı da məhz evimizdə bizim yaxınlarımız tərəfindən baş verir. Və eyni zamanda qadınlara diqqətli olmağı tövsiyə edirəm. Bizdə bu təkcə fiziki zorakılıq deyil, ha. Yəni burada emosional zorakılıq da var. Manipulyasiya, məsələn, çox vaxt kişilər qadınları iş yerində rəhbərlər kişilər desə manipulyasiya etməyi üstünlük verirlər. Bu ola bilər ki, nəsə söz verirlər onlara və yaxud hər hansı bir formada onları şantaj eləməyə çalışırlar. Yəni dərhal kömək istəsinlər. Burada mən bir neçə qaynar xəttin nömrəsində bildirəcəm. Yəni imkan verməslər ki, kimsə onları manipulyasiya eləməyə cəhd eləsin. Yəni bu çox vacibdir. Nə olsun ki, rəhbərdir, nə olsun ki, sizdən böyüdür. Yəni bu heç vaxt normallaşdırılmamalıdır. Eyni zamanda kişilərə də onu tövsiyə edərdik ki, istədiyi peşə seçimini eləsinlər. Heç vaxt qadın və kişi peşəsi düşünməsinlər. Sizi nə xoşbəxt edirsə və sizin iqtisadi imkanınıza, yəni imkanınızın artmasına dəstək olacaqsa, özünə güvənli olmaq burada çox vacibdir. Bacılarınıza qarşı, xüsusən onu deyim, qardaş olan bacılara bu çox böyük faktordur. Bizim bir neçə keysimiz olub. Orada qardaşlar imkan verir ki, qızlar tez ailə qursunlar. Çünki o qardaşlar özləri dünya görüşləri daha fərqli olub və evə gəlib artıq valideynlərin qarşısında yəni həmin bu dialoqu, debatı apara biliblər ki, niyə onların bacıları o yaşda ailə qurmamalıdır? 17-18 yaşında. Yəni qardaşların rolu burada çox vacibdir. Eyni zamanda dəstək sözündən istifadə etmək lazımdır. İlhamlandırmaq sözünə, icazə vermədim, işləmədi, nə təhsil almadı və s. Bu sözləri artıq çıxartmaq lazımdır və materialist yanaşmasınlar. O qadınlar ki, kişilərə qarşı, məsələn, nəyəsə istəyirlər, düşünməsinlər ki, mən böyrəyimi satmalıyam ki, qadına brilyant alım, şub alım, ev alım. Yəni, bu cür yanaşmamalıdırlar. Təbii ki, işləməlidirlər, təhsil almalıdır. Hər kəs ailə büdcəsinə dəstək ola bilər. Amma o demək deyil ki, qadın kişi, yaxşı bahalı hədiyyələr almalıdır. Bu biraz da Məryəm xanım sosial şəbəkələrin yaratdığı səhv, yanlış fikirdir. Bəli. Sosial şəbəkədə kiminsə kiməsə nəsə hədiyyə etdiyini görürsə qadın və yaxud da kişi təhrik edə bilər partnyorunu ki, mənə də mütləq bundan almalısan. Yəni sosial şəbəkələri reallıq kimi qəbul etmək doğru deyil. Bu fikri bir daha səsləndirmək istəyirəm. Reklamdır. Bu marketinqdir, illüziyadır. Yəni hansısa bir influencer, sosial media təsirçisi, bloqçu onu orada təbliğ edirsə, nə bilim yeni çıxan bir smartfon modelinin hədiyyə olunduğunu bildirirsə və yaxud da böyük gülçiçək dəstələrinin ona gəldiyini göstərirsə, bu böyük ehtimalla reklamdır. Reklam məqsədi ilə edilən paylaşımlardır. Daha çox izləyici cəlb etmək üçün olan məsələlər. Burada heç bir böyük sevgidən söhbət getmir əksər hallarda. Kiçik diqqət bir mesajla, bir yazı ilə, bir güllə, hansı ki sən onu metrodan da ala bilərsən, sən onu yoldan da keçib ala bilərsən. Yəni diqqət tamam başqa bir şeydir və sizə dəyər verən insanlarla, bu qadına da kişiyə də aiddir. Sizin siz olduğunuza görə sizi istəyən insanlarla. Kimisə sevirsinizsə, mən səni sevirəm sözünü deyin. Yəni başqa heç nə tələb olunmur. Bəli, bu çox vacibdir. Ay mənə Selindən ayaqqabı alsın, Diordan dux alsın. Yəni bu ola bilər, nə bilim, müəyyən yaşdan sonra bəlkə də imkanınız olsun, nə yaxşı alın. Amma ki, elə şeylər də var ki, sən insanı tanıdığın müddətdə və ailə quranda həm yaxşı günündə, həm pis günündə sənin yanında olacaq bir adam axtarırsan. Yəni ona görə burada diqqətli olmaq lazımdır. Gender bərabərliyi mövzusuna maarifləndirmə Məryəm xanım neçə yaşdan sonra aparılmalıdır? Uşaqlıqdan aparılmalıdır. Yəni hər hansı bir artıq 3 yaşından 3-6 yaş arası xüsusən də daha çox belə dünyanı tanıyan, suallar verən bir uşaqların daha çox sual verdiyi bir vaxtda düşür.
və biz görürük ki, bağçada artıq müəyyən mesajlar ötürülməyə başlayır. Təbii ki, fərqləri xüsusən də cinsi məsələlərdə biz bildirməliyik. Uşaqlar soruşur ki, sən cinsi orqanın mənimkindən fərqlidir, niyə bu belədir? Yəni bunu bilməlidirlər. Çünki müəyyən bir yaşda artıq uşaqlar məktəb vaxtından pornoya baxmağa başlayanda onların gözləntiləri heç o reallığa uyğun olmur və onlar öz bədənlərində istər-istəməz qarşı cinsə qarşı müəyyən bir önyargılı olmağa başlayırlar və o porno onların ümumiyyətlə öz bədənləri haqqında bir illüziya yaratmağa başlayır. Mən oradakı kimi olmaq istəyirəm. Ümumiyyətlə valideynlərin burada üzərinə böyük rol düşür. Cinsi tərbiyə çox vacib faktordur. Biz indi hazırda Azərbaycanda reproduktiv sağlamlıqla bağlı qanunvericilik üzərində işləyirik. Qeyti olaraq da mən həm də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasındayım. Bunun təbliğatını aparırıq ki, o qanun qəbul olunsun. Çünki o qanun imkan verəcək ki, biz məktəblərdə təhsil məsələlərində cinsi tərbiyə məsələsinə daha da çox diqqət ayıraq. Çünki bəzən bunu el dilində məsələn yanıq oğlanlar deyirlər də, kiməsə söz atırlar, kiməsə baxırlar, deepfake-lər yaradırlar, şantaj edirlər. Bu niyə yaranır? Çünki məlumatlı deyirlər və bunu istər porn saytlarından, istər digər saytlardan əldə edəndə bu heç də real olmur və onlar artıq özlərinə qarşı bir özgüvənsizlik yaranır ki, mənim bədənim niyə oradakı kimi deyil və yaxud mən necə olum ki, onlar kimi olum və bu da düzgün bir yanaşma deyil. Ona görə düşünürəm ki, istər cinsi tərbiyə məsələsi, istər gender bərabərliyi məsələsi də aşılanmalıdır. Gender bərabərliyi nədir? Evdə hər hansı bir iş görəndə, məktəbdə hər hansı bir iş tapşıranda, məsələn, uşaqlara məktəbdə də görsən müəllimlər deyir ki, ay qız gəl sil məsələn lövhəni və yaxud gəlin buranı yığışdırın, ay qızlar, çay tökün, ay qızlar. Bu da səhv yanaşmadır. Yəni uşaqlar deyə bilər, yəni artıq özünə qulluq və yaxud ümumi ictimai yerlərdə hər hansı bir nəyəsə təşkilində oğlanlar da, qızlar da müəyyən formada rol oynaya bilər. Və yaxud oğlanlara deyirik ki, sənin texnikadan başın çıxır, gəl bir dənə bunu müəllimə üçün düzəlt. Amma qızın da bu sahəyə marağı ola bilər və onun da hətta bunu işdə yaxşı başı çıxa bilər. Sən deyə bilərsən ki, sadəcə kim gəlib bunu edə bilər. Və o oğlan uşağında da bir növ bəlkə bunu eləyə bilmirsə, oğlanda artıq özünə qapanma olur ki, mən yaxşı kişi olmadım, texnikadan başım çıxmadı məsələn. Ola bilər ki, o daha fərqli bir şeydə yaxşı bir karyera qura bilər. Yəni bu kiçik addımlardır, kiçik sözlərdir, amma bu necə də təsir edir bizim gündəlik özümüzü tanımağa, gender rollarından belə çərçivəyə düşməyə. Məsələn, bir hadisə var idi. Bir qadın deyir ki, mənim oğlum əlinə pilisos götürəndə əlindən vuram ki, toz sən qadın deyilsən ki, niyə toz soranlayırsan evi? Yəni bu səhv yanaşmadır. O qadın və yaxud kişi məsələsi deyil. Ümumiyyətlə niyə biz genderdən danışanda yaxşı gender robot toz soranlar var. Hər yerdə yoxdur təbii ki, regionlarda xüsusən və yaxud süpürgə məsələsində. Yəni bunu qadın da edə bilər, kişi də edə bilər. Bunu öyrənə bilərsən. Necə ki sən özünü təqdim etmə bacarığını öyrənirsən, kommunikasiya bacarığını öyrənirsən, dərslərdə nəyisə öyrənirsən, eyni şeydə bu məişəti də öyrənə bilərsən. Yəni bunu çərçivəyə salmaq özlüyündə də bir səhvdir. Yəni sən heç qadına çevrilməyəcəksən 2 dənə qabını yuyandan sonra. Məryəm xanım, gender bərabərliyi və mədəni dəyərlər, milli mədəni dəyərlər deyim də adlandırım onları. Onların arasında, bu iki anlayış arasında istər-istəməz ziddiyyət var. İstənilən xalqda, istənilən cəmiyyətdə, istənilən dövlətdə ziddiyyət var. Necə edək ki, o ziddiyyəti azacıq da olsa aradan qaldıraq? Yenə də maarifləndirmə olmalıdır, yoxsa düşüncə tərzini dəyişmək lazımdır bu baxımdan? Milli mənəvi dəyərləri biz bir balaca yeniləməliyik. Yəni danışanda bu haqda daha inklüziv danışmalıyıq. Yəni milli mənəvi dəyər o deyir ki, kişi yol versin ora avtobusda, ondan sonra isə işləməyə icazə verməsi. Yəni bu artıq ziddiyyət yaradır. Yəni milli mənəvi dəyər hər bir halda zorakılığa qarşı getməlidir və yaxud kiminsə hüququn pozuntusuna qarşı getməlidir. Milli mənəvi dəyər deyəndə biz hörmət deyəndə eyni zamanda hüquq da gətirməliyik yanına. Yəni bəzən hörmət elə başa düşürlər ki, işləmək, otur evdə, mən sənə hörmət edirəm, hər bir şeyini təmin edirəm, sən nəyə lazımdır ki, sən təhsil alasan və yaxud dünya görüşdə olasan. Bunu bəzən milli mənəvi dəyər adı ilə təbliğ edirlər, əfsuslar olsun ki, və yaxud qaynana gəlin münasibətlərində. Böyüyə həmişə hörmət olunmalıdır, böyü nə desə, yəni kiçik susmalıdır. Bu da milli mənəvi dəyər kimi aşılansa da müəyyən ziddiyyət var. Çünki böyü heç də həmişə düz deyil. Və biz həmin o dialoqu təşviq etməliyik ki, necə edək ki, hər iki nəsil o dialoqa həm dinləməyə, aktiv dinləmədə, həm də qarşılıq hörmətlə məsələləri həll eləsinlər. Yoxsa mən böyüyəm deyə mən həmişə düzəm və yaxud mən kiçiyəm, sən mən həmişə bağışlamalısan, bu da düzgün deyil.
Təşəkkür edirəm mən sizə Məryəm xanım. Bu maarifləndirmə işinizdə, fəaliyyətinizdə sizə uğurlar arzu edirəm və verilişimizin ənənəvi sualı var, istəyirəm onu da ünvanlayım. Zaman maşını ixtira olunsaydı siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Mənə gələcək daha maraqlı olardı. Aha. Niyə? Çünki düşünürəm ki, bugün etdiyimiz, attığımız hər bir addım 20 il sonra, 30 il sonra bəlkə də biz görməsək o cəmiyyəti, amma bizdən sonra gələnlər bunu görəcəklər və keçmişdə hər hansı bir problemlər və yaxud indiki zamanda hər hansı bir çətinlikləri çox da belə özümüzə bariyer kimi görməməliyik. Əksinə o ümidlə gələcəyə getməliyik ki, bu belədirsə o demək deyil ki, bu həmişə indiki kimi qalacaq və yaxud keçmiş zamandakı kimi qalacaq. Ümumiyyətlə keçmişi nümunə gətirmək də heç mənim tərəfdarı deyiləm. İstər məsələn bəzən atalar sözlərindən danışırlar. Atalar sözlərdə deyib ki, məsələn qız yükü, duz yükü, qız köçəri quşdu. Yəni bunlara istinad eləmək istəmirəm. Və doğrudan da keçmişdən də bütün dünyada olduğu kimi Azərbaycanda da yəni qadınların əzildiyi dövr olub və mən heç vaxt ona qayıdıb onu nümunə kimi normallaşdırmaq istəmirəm ki, bax 100 il bundan qabaq belə idi, indi də belə olsun. Mənim nənəm özü 7-ci sinifdən məktəbdən çıxarılıb, ona icazə verilməyib ki, təhsil alsın. Yəni bu dövrə yox, daha çox gələcəyə baxmaq istəyərəm ki, cinsindən, irqindən, yəni heç bir coğrafi ərazisindən asılı olmayaraq heç bir qadın zorakılığa məruz qalmasın, hər hansı bir stereotipə, önyargıya məruz qalmasın və sadəcə təbii ki, kişilər daha az məruz qalırlar, amma yenə də insan deyərdik. Hər bir insan ədalətli olaraq öz hüquqlarından istifadə edə bilsin. Mən sizə təşəkkür edirəm. Bir daha uğurlar arzu edirəm fəaliyyətinizdə Məryəm xanım. Gender eksperti Məryəm xanım Məcidova. Əziz dinləyicilərimiz, bugün Zaman maşınında mənimlə həmsöhbət idi. Sizə də diqqətiniz üçün təşəkkür edirəm və Planet FM-də yenidən eşidilmək ümidi ilə özünüzə və planetə yaxşı baxın deyirəm.